Salam, mən sizinlə sınaq 1-i yarıya qədər etmişdim. Yəni 10 dənə sual etmişdim. Gerisini də edək və növbəti videomda sınaq 2-ni etmişdim. Onu da edərik sonra. Və yazdılar ki, ardı gəlsin və mən də görürəm ki, maraqlıdır da sizin üçün. Ona görə də ardı edirəm. Ardını izah edəcəm. Demək, sualımız belədir. Fa notunun rəngi. Əvvəla biz deyək ki, notların rəngini filosof Pifaqor izah etmişdi. Və o notların rəngini göy qurşağı ilə uyğunlaşdırmışdı. Biz bunu dərsliyimizdən keçmişik. Amma not sistemini isə Givido Arezzo yaratmışdı. Və biz qayıdırıq sualımıza. Sualımız belədir. Fa notunun rəngi nədir? Bəli, rənglər göy qurşağının əsasına qurulubdur. Biz də göy qurşağının rəngini yadımıza saxlamaq üçün mən sizə belə bir cümlə öyrədim. Bəlkə də bilirsiniz, xatırladarsınız. Qarın nənə 80 yaşında məxmər gülə bənzəyir. Sadəcə olaraq axırıncı sözlərdə sən bənövşə, qəhvəyi rənglərin özünüzə uyğun yadda qalmaq üçün yerini dəyişərsiniz. Amma hər hala sola qədər bu rəng gedir, qüvvədədir. Deməli, bu sözlərin baş hərflərini götürürük. Nədir? Sarı, qarın nənə 80, yəni s ilə başlayan mi notudur. Yaşıl, dördüncü sözümüz yaşında, yəni yaşıl deməkdir. İndi gəl baxaq görə fa neçənci notdur? Bildiyiniz kimi fa 4-cü notdur və düzgün cavab da yaşıldır. Gəl özümüzü doğrultmaq üçün digərlərini yoxlayaq. Yəni qırmızı qarı, yəni birinci sözümüzdür, doğdu. Narıncı da ikinci sözdür, nənə sözündən, baş sözündən götürülüb. Bu da re notudur. Həqiqətən də deyilənlər uyğun gəldi. Gəlin baxaq. Natural qammanın sırası hansı variantda düzgün verilib? Natural qammanın sırası mi, fa diyez, sol diyez, la, si, do diyez, re diyez, mi major qamması. Həmişə birinci hansından başlayırıqsa, o yanda bitməlidir. Yəni, do ilə başlayıbsa, do ilə bitir oktavamız, amma ortada burada do, re, mi, soldur. Burada isə si, do, si major qammasında 5 işarəmiz var. Amma burada biz 4 işarə vermişik də. Biz ona görə düzgün deyil. Və burada bəziləri çaşırlar. Müəllimə 2 variant vermişsiniz. Və mən izah edirəm ki, orada la yazmışam. Yəni, burada la elə bir not yoxdur axı. Ona görə də düzgün variantımız B-dir. Yəni, diqqətli olmaq lazımdır. Növbəti sual. Üzeyir Hacıbəli ilk dəfə hansı janrı yaratmışdır? Üzeyir Hacıbəli ümumiyyətlə şərq dünyasında bütün janrların yenisini yaradıb. Yəni, muğam operasını, kantata, nizami, operetta, əl-arfat, romans, qəzəl janrı. Baxırıq ki, hamısı eynidir. Amma bizdən sual verir. İlk hansıdır? İlk Leyli və Məcnun 1908-ci il yanvar ayının 25-də Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yazdığı Leyli və Məcnun. Baxın, Qara Qarabinin Leyli və Məcnun simfonik poeması var. Amma bu Qara Qarabinin yazdığı Leyli və Məcnun Nizaminindir. Və sualada imtahan sonra belə bir şeyə çaşdırırlar. Diqqətli olmaq lazımdır. Musiqidə ən bəm qadın səsi. Sopran zil səsdir, alt ən bəm altdır. Kontralta, mezzo soprano, bunlar isə orta diapazonlarda da, yəni bunların arasında olan səsdir. Sənə bir musiqi parçası təqdim olunur və ifadə kişi səsidir. Bu səs nə çox zil, nə də çox bəm deyil. Hər iki diapazonun ortasında yerləşən bu kişi səsi necə səs? O da bu səsə məxməri səs də deyirlər. Amma burada məxməri yazmadım ki, sizə. Tenor səsi bizə tanışdır. Rəşid Behbudovun səsidir, Bülbülün səsidir, bas səsini tanış gəlməmişik, amma bariton səsimiz var. Məsələn, Koroğlu operasında Həsən xanın səsi baritondur. Tenorla baritonun arası, üzr istəyirəm, basın arasında, bas lap aşağı səsdir. Bariton tenorla basın arasında yerləşən. Burada mən yazmadım bunu ki, siz
Olsa tapacaqsınız, qoy belə düşünmək lazımdır. Bariton səsidir. Bax, belə. Bu elementar nəzəriyyədən düşən suallardır. Azərbaycan xalq rəqsləri hansı muğam üzərindədir? Baxın, xalq rəqslərdə düşəcək. Mən o testimdə isə xarici rəqslərə vermişdim. Yəni, bir sualımız bundandır. Turacı, amma bura nömrə yazmamışıq da. Təxmini bir turacı rəqsini götürərək bir kimi. Turacı rəqsi mahur muğam üzərindədir. Nəlbəki rəqsi Bayat Şirazdır. Ölçüsünü yazmışam ki, yadınızda qalsın. Bu maarifləndirici testdir. Darçını da 8-də 6-dır. Bu isə rast muğam üzərindədir. Yəni, turacı 1-dən D. Nəlbəki 2-dən Bayat Şiraz A. Düzdür? 2-dən Bayat Şiraz. Darçını rast 3-dən D. B. 3-dən B. 4-dən də uzundədir. 4-dən də C. Şüşlər. Sizinlə həm edirəm mən də bu testi. Deyənə qoy. Diqqətli olun. Bir də görürsən yanlış gedir. Aha, düzgün variant B-dir. 16-ya baxaq. Qoy bunu bayaq etmişdim. Hə. Oqtay Rəcəbovun Tıxtıq xanım operasında hansı Azərbaycan xalq rəqsindən istifadə olunmuşdu? Tıxtıq xanım operası, Tıxtıq xanım cizgi filmi ilə siz qarışdırmayın. Uşaqlar cizgi filmi baxanda da nəlbəki rəqsi olur. Bir də özümüz dərsdə uşaqların nəlbəki rəqsini izah edirik ki, Tıxtıq xanımdandır. O siz çaşdırmasın. Bu söhbət operadan gedir. Düzgün variant brilyantdır. Yəni ki, brilyant rəqsinin yaranması haqqında bilirsiniz. 1920-ci ildə yaranıbdır brilyant rəqsi. Qədim zamanlarda döyüşçülərin ruhlandırmaq üçün zurna və nağranın müşayiəti ilə hansı rəqs ifa olunur? Təbii ki, cəngi rəqsidir. Müzir Hacıbəylinin Cəngi fortepiano piyesi də var. O 8-də 4 ölçüdədir. Onu yadda saxlayın. Bu bizim keçən diaqnostik imtahanımıza düşmüşdü. Rəqqaslar 2-2 qarşı-qarşıya durub, əllərini bir-birinin çiyinlərinə qoymadan nazlı hərəkətlə Zarafatyana. Bax, Zarafatyana bizim açar sözümüzdür. Bunların içərisində Zarafatyanlar rəqsinin adı da bir dənə qıtqılıda düzgün gəlir. Azərbaycan Dövlət Filarmoniyasının tərkibində fəaliyyət göstərən kollektivlərin xronoloji deyə illərdir, müəllimələr. İllərdir. Bu da, bunu buradan silək. Gəl, baxaq görək. Birinci, əvvəlcə Müslüm Maqamayevin adına Dövlət Filarmoniyasının yaranışı haqqında izah edeyim. 1936-cı ildə yaranıb, 1937-ci ildə onun adına verilmişdi. Və ilk dəfə orada yaranan Dövlət Simfonik Orkestri olub, sonra kamera, sonra xor kapellası, sonra isə mahnı və rəqs ansamblı. O zaman sıra düzgün gəlir D variantına. Suallar çoxdur. Gəl, baxaq görək. Bu xalq mahnısı Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repertuarında uğurla ifa olunub. Söhbət hansı mahnıdan gedir? Təbii ki, söhbət Bülbüllər oxur. Bülbüllər oxurdu, oxuyur belə bunu. Nazim Əliverdibəyevin akapella xor kollektivi üçün yazılmış əsəri hansıdır? Bayat Şiraz akapellası. Baxın. Növbəti sualına da baxaq. Müslüm Maqamayevin Nəqiz operasında Əliyarın obrazını kimi ifa etmişdir və Aryanın melodiyasına hansı musiqiyə yaxındır? Bax, Əliyarın obrazını həm Bülbülü ifa edibdir, həm də Rəşid Behbudov. Burada bunun biri verilibdir. O da Rəşid Behbudov verilibdir. Ona görə biz bunu götürürük. Yəni, ikisi verilə bilməz də. İkisi də verilirsə ki, bir variantda verilə bilər. Simli orkestrin simli yaylı alətləri ən yüksək səsdən ən bəm səsə doğru ardıcıldıq necədir? Gəl, burada baxaq. Bu alətlərə şünaslığa aid olan sualdır. Bas, skripka, viola, violonçel, kontrabas düzgün. Yəni, baxan kimi biləcəyik.
Sual çoxdur, müəllimlər. Baxın, sual yenə yarısına saxlayaram. Gələn dəfə izah edərəm. Çox olmaq istəmirəm. Sağ olun. Nəsə sualınız olsa yaza bilərsiniz, izah eləyərəm. Bu qədər.